Iğdır-Naxçıvan qaz kəmərinin açılışı baş tutdu, hörmətli izləyənlər. Hal-hazırda canlı bağlantıda bizimlə birlikdə Energetika Nazirinin müşaviri Zəminə Əliyevadır və biz bu layihələrin iki ölkə üçün əhəmiyyətindən danışacağıq. Zəminə xanım, sabahınız xeyir olsun, xoş gördük sizi. Sabahınız xeyir. Biraz əvvəl də qeyd etdik ki, artıq açılış baş tutdu və bu layihənin iki ölkə üçün əhəmiyyətindən danışmaq istəyirik. Buyurun, söz sizdədir. Əlbəttə, dövlət başçılarının vurğuladığı kimi onu demək istərdim ki, hər iki, yəni böyük bir coğrafiyada uzun illərdir enerji təhlükəsizliyini etibarlı şəkildə təmin edən digər mega layihələrimiz kimi bu layihədə Naxçıvan-İğdır qaz kəməri də birgə siyasi iradənin məhsuludur və Azərbaycan-Türkiyə enerji dostluğu, qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyinin növbəti bir tövbəsidir və bu Naxçıvan-İğdır qaz kəməri Türkiyə ilə Naxçıvan arasında quru xətti üzrə ilk dəfə birbaşa deməli qaz təchizatını təmin edəcək. Bu layihənin böyük əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, Naxçıvanın enerji təchizatını şaxələndirməklə enerji təhlükəsizliyinin təminatına zəmanət verən bir layihədir bu layihə. 97,5 kilometr uzunluğunda olan bu qaz kəməri təkcə infrastruktur layihəsi deyil, qeyd etdiyimiz kimi Naxçıvanın enerji asıllığının demək olar ki, aradan qaldırılması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində strateji əhəmiyyətli bir hadisədir və eyni zamanda bilirsiniz, artıq mərasim zamanında vurğulandı ki, bu qaz kəməri ilə Naxçıvana gündəlik 2 milyon kubmetr, illik ifadədə isə 730 milyon kubmetr qaz nəqli olunacaq və bu Naxçıvanın nəinki tam şəkildə əhalisinin qaza olan ehtiyacını ödəyəcək, eyni zamanda qarşıda olan planlar ondan ibarətdir ki, bu kəmərin ötürücülük gücünün gündəlik 5 milyon kubmetrə çatdırılması planlaşdırılır ki, bu da növbəti illərdə kəmərin əks axın istiqamətinə imkan verəcək və nəticədə təkcə Naxçıvan əhalisi qazla təmin olunmayacaq, eyni zamanda İğdıra da, yəni Türkiyəyə də qaz nəql olunacaq, Azərbaycan qazı əks istiqamətdə hərəkət edəcək və bununla da hər iki bölgənin nəinki enerji təhlükəsizliyinin təminatında mühüm irəliləyiş olacaq, eyni zamanda hər iki bölgənin rifahına, iqtisadi rifahına, əhalinin rifahına, iqtisadi inkişafına, əhalinin rifahına müsbət təsir göstərəcəkdir. Ümumiyyətlə, bu mühüm hadisədir və Azərbaycan, mən deyərdim ki, bu layihə Azərbaycan-Türkiyə enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni bir qapıdır. Niyə məhz bunu bu cür və ilk qapıdır? Çünki bizim başqa bir layihələrimiz də var ki, Naxçıvanın yaşıl enerji zonası konsepsiyasında inkişafı və burada istehsal olunacaq yaşıl enerjinin Türkiyə üzərindən, deməli Türkiyə nəqli və Türkiyə üzərindən Avropaya ötürülməsi ilə bağlı biz hazırda layihə üzərində işləyirik. Yəni bu da Naxçıvanın Türkiyə ilə enerji əlaqələrinin möhkəmləndirilməsinin növbəti uğurları olacaqdır. Aydındır. Zəminə xanım, maraqlıdır ki, Azərbaycan paralel olaraq İrandan da mı qaz alacaq, yoxsa sırf Türkiyədən bu, belə deyək, layihə baş tutacaq? Buyurun. Bilirsiniz, uzun illərdir Naxçıvanın qazla təchizatı İran üzərindən həyata keçirilib və müqavilənin müddəti yekunlaşır. Amma nəzərdə tutulur ki, yəni İran üzərindən də Naxçıvana qaz təchizatı davam etdirilsin. Əlbəttə ki, bu danışıqların, növbəti müzakirələrin nəticəsi kimi sonra bəlli olacaqdır. Amma ümumən bir alternativ variantlardan bir kimi qalması önəmlidir. Çünki bilirsiniz, biz bugün enerji təhlükəsizliklə bağlı dünyada baş verən proseslərə nəzər saldıqda görürük ki, enerji təhlükəsizliyinin əsas şərtlərindən, sütunlarından biri təchizatın diversifikasiyasıdır. Ona görə də Türkiyə üzərindən Naxçıvana qaz təchizatı, eyni zamanda İran üzərindən Naxçıvana qaz təchizatı ancaq Naxçıvanın enerji təminatının daha da yaxşı olmasını deməli imkan yaradır və enerji təhlükəsizliyini daha da möhkəmləndirir. Ona görə də İranla qaz təchizatının qüvvədə qalması əlbəttə ki, Naxçıvanın təhlükəsizliyi üçün önəmlidir.
Doğrudur. Zəminə xanım, təşəkkür edirəm, minnətdaram canlı bağlantıda ətraflı məlumat üçün və tamaşaçılara isə qeyd etmək istəyirəm ki, Energetika Nazirinin müşaviri Zəminə Əliyeva idi bizimlə canlı bağlantıda Iğdır Naxçıvan qaz kəmərinin əhəmiyyətindən danışdıq, hörmətli izləyənlər.